Assalamu aleykum şeyx. Aleykümselam. Hədis və Quranı inkar edən biri deyir ki, Quranda 6236 ayə var. Əgər hədislərlə ayələri təfsir ediriksə, niyə hər ayə üçün bir hədis gəlməyib? Niyə bilirsiniz? Bunu deyən birinci sadəcə şübhə gətirmək istəyir. Harada yazılıb ki, hər ayəyə bir dənə hədis olmalıdır. Kim deyib bunu? Məyər Quranda ayə var ki, hər ayəyə bir hədis icazə verir, hə? Birinci, bunu deyən adam Quran-ı Kərimi başa düşməyib onda. Quran-ı Kərim mücmən şəkildədir. Təfsilatı var bir. Amma bir dənə hədislə təfsilat mümkün deyil axı. Elə ayələr ki var Quranda, Quran Allahın kəlamıdır. Elə ayələr var ki, təfsilat istəyir, çox təfsilat istəyir. Ona görə hədislər gəlib. Hədislər onsuz da Quranı açıqlamağa gəlib. Hədislər Qurana zidd deyil. Aydındır qardaşlar. O sadəcə o tapmaca axtaranlar var. Tapmaca ilə cəmaatı çaşdırmaq istəyirlər. Niyə üçün bir dənə ayə, bir dənə hədis yoxdur? Kim deyib ki, bir dənə ayə, bir dənə hədis olmalıdır? Məsələn, bir dənə ayə, 10 dənə hədis var. Hə. Nə oldu? Yox, mən razı deyiləm. Harada yazılıb o? Boş-boş adamları qulaq asmayın. Aydındır, yaxşı qardaşlar.